biz də deyirik ki, Allahdan qeyrisindən istəmək küfürdür, şirkdir. Lakin müəyyənə gələndə şərtlər var, manələr var. Orada Məhəmməd Əbdülvahhab deyir ki, rahimehullah, Əhməd Bədəvinin qəbrini, Əbdülqadir Ceylanın qəbrini ibadət eləyənlər, ibadət. Bu cüzi məsələdir, yox. Burada kiçik şirkdir, yox. Bu böyük şirkdir, Allahdan qeyrisinə ibadət eləmək. Bismillahirrahmanirrahim. Həmçinin dəvət imamları öz zamandakı şirk əhlinə əsli kafir hökmü vermişlər. Şeyx Muhammed bin Abdülvahhab rahimahullahın nəvələrinə və Həmid bin Nasir rahimahullah verilən suala belə cavab verirlər. Amma üçüncü suala gəldikdə deyirik ki, sual verirlər, onlar da cavab verir. Allaha və Resulü sallallahu aleyhi və səlləmə inanan bir kəs küfür olan bir söz deyərsə və ya küfür feil edərsə, bundan cahil olarsa, ona hüccət iqamə olunana qədər küfrünə hökm vermərik. Diqqətlə qulaq asın. Allah və Resuluna iman gətirən bir kəs küfür söz deyər və ya küfür feil edər, hüccət ona iqamə olunana qədər küfrünə hökm vermərik. Bəs o bu hal üzərində olarkən öldürülərsə necə? Deyirik ki, biz bu halda ölən kəsin küfrünə hökm vermirik, lakin onun İslamına da hökm vermirik. Müsəlman demirik. Əksinə deyirik ki, onun əməli küfürdür, onun malı və qanı mübahdır. Yəni, dünyadakən kafirdir. Küfür hökmü vermirik, nəyi qəsd edirlər? Ahirətdə cəhənnəm əhli olduğuna hökm vermirik, yəni. Demək ki, qəsdi nədir onların dedikdə ki, biz küfür hökmü vermirik hüccət çatana qədər, ahirətdə cəhənnəm əhli olduğuna hökm vermirik hüccət çatana qədər. Amma arxasınca nə buyurdu? Onun malı və qanı mübahdır, yəni ki, dünyada kafirdir. Biz demirik ki, ona hüccət çatmayıbsa, etdiyi küfrə görə kafir olmursa, demək müsəlmandır. Belə demirik. Əksinə deyirik ki, onun əməli küfr əməldir. Hüccət çatana qədər ona fətrət əhlinin hökmünü veririk. Çünki elm əhli fətrət əhlinin qiyamətdə imtihan olunacağını zikr etmişlər. Fətrət əhli də əhl-i sünnətin icması ilə dünyada ikən kimdir? Kafir. Fətrət əhli icma ilə kafirdir. Demək ki, bu nəcd alimlərinin biz təkfir etmirik. Bugün bu zındıq Mədinə tələbələrinin dilinə doladığı, Muhammed ibn Abdülvahhab təkfir etməyib, cahilliklə şirkədən təkfir etməyib, filan kəs təkfir etməyib dedikdə qəsd etdikləri nədir? Cahildirsə, hüccət çatmayıbsa, ahirətlərinə hökm vermirik. Yəni, göründüyü kimi biz küfrünə hökm vermirik dedikdə, dəvət imamlarının qəsdi onların ahirətinə hökm vermərik. Dünya hökmündə isə onlar müsəlman deyirlər, kafirdirlər. Arxasınca buyurur, ancaq sizin sözünüzə gəldikdə ki, bir mömin tövhiddən əvvəl etdiyi yaxşı əməllər fayda verəcəkmi? Deyilir ki, bu kişiyə nəinki iman ismi, heç İslam ismi də verilmiş. Tövhiddən əvvəl. Demir ha, İslamdan əvvəl. Çünki İslam tövhidsiz təsəvvür olunmur. Burada o incəliyə toxunur ki, birdən bu zındıqlar deyər ki, İslamdan əvvəl bəhanə gətirirlər ki, bunlar biz müsəlmanıq deyirlər, la ilahe illallah deyirlər, ona görə müsəlmandır. Şeyx buyurur ki, deyilir ki, bu kişiyə, hansı ki, sual verən nə dedi? Ancaq sizin sözünüzə gəldikdə ki, bir mömin tövhiddən əvvəl etdiyi yaxşı əməllər fayda verəcəkmi? Tövhiddən əvvəlki əməlləri. Deyilir ki, bu kişiyə nəinki iman ismi, heç İslam ismi də verilmiş. Əksində deyilir ki, bu kəs hansı ki, küfür əməllər edirdi və cahilliyi üzündən buna etiqad edirdi, cahilliyi üzündən. Ona bunları bəyan edən yox idi. Əgər onun İslamı səhih olsaydı, tövhidi olsaydı, Allah onu mükafatlandırardı. Onun həcc etməsinə gəldikdə, əgər küfür hal üzrə həcc edibsə, demirik ki, artıq zimmətdən bəraət etmisən. Yəni, həccin qəbul olunub artıq, həcc etmiş sayılırsan, demirik. Həccin qəbuldur demirik. Əksinə əmr edirik ki, həccini yenidən iade etsin. Çünki bu halı üzrə ona İslam hökmü vermirik. Ona müsəlman hökmü vermirik. Həccin səhhət şərti İslamdır. Necə biz onun həccinə səhih deyə bilərik ki, o küfür edərkən və ya küfrə etiqad edərkən həcc edib. Bunu da Durar-ı Saniyə 10-cu cilt 136-137-ci səhifədə zikr edir.
Yəqin bugünkü zındıqlar nə deyir? Necə biz onu təkfir edə bilərik ki, o namaz qılır, həcc edir, oruç tutur? Şeyx buyurur ki, necə biz onun ibadətin qəbul olduğunu deyə bilərik ki, o şirk üzərində, küfr üzərində edirdi bu ibadətləri. Onun nəinki imanına, heç İslam ismi belə vermirik ona biz. Şeyx Hamd bin Nasir rahimahullah sual verirlər. Bizim zamanımızdakı insanlar mürtəddirlər, yoxsa əsli kafirdirlər? Cavab olaraq buyurur ki, kim İslam'a daxil olduqdan sonra irtidad edərsə, o mürtəddir. Sənin yanında onların hökmü aşikardır. Amma kim İslam'a daxil olmayıbsa, İslam dəvətini eşidibsə, onun hökmü bütpərəstlərin hökmü kimidir. Onun hökmü əsli kafirlərin hökmü kimidir. Çünki biz demirik İslam əsildir. Küfür sonradan ortaya çıxıb. Əksində deyir ki, o kəslər ki, kafirlərlə birlikdə yaşayıblar, atalarını şirk üzərə görüblər, onlar ataları kimidirlər. Ataları kimi kafirdirlər. Necə ki, buna səhih hədis dəlalət edir ki, Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurdu ki, sonra valideynləri onu ya yahudiləşdirər, ya nəsraniləşdirər, ya da məcusiləşdirər. Əgər onların atalarının dini şirk olubsa, deməli şirk nədir? Dindir. Bir adam şirk edirsə, onun öz dini var. O dinin adı İslam deyil. Nə qədər özünü müsəlman adlandırsa belə, nə qədər mən müsəlmanam desə belə, şirk edirsə, o dinin, onun etdiyi əməlin adı İslam deyil. Onun dininin adı İslam deyil. Şirkdir. Və buyurur ki, dini şirk olubsa və özləri də bunu davam etdiriblərsə, biz demirik əsli olan İslamdır. Küfür sonradan ortaya çıxıb. Əksinə deyirik ki, onlar əsli kafirlərdir. Ata-babalarını şirk üzərə görüblər, özləri də şirkə davam edirlər. Deyirlər biz müsəlmanıq, amma şirkə davam edirlər. Hamd bin Nasir deyir ki, biz onlara ne demək ki, onlarda əsl olan İslamdır? Deyir ki, onlar əsli kafirlərdir.